Elimdən hamıya salamlar. Bugün biz rəfiqəm Fidanın, qızı Dənizin bağçasının düz yanında yerləşən familiya sentruma, ailə mərkəzinə gəlmişik. Burada biraz onları gözləyirik. Onlara 5 dəqiqəyə çatırıq dedilər. Mən bugünə qədər çox familiya sentrumlarda olmuşam. Get Sevgi, get. Sevgi ilə bərabər. Sevgi. O bir uşaqlarımda heç vaxt familiya sentruma getməmişəm. Uşaqlara deyir. Amma Sevgi doğulandan çoxlarına getmişəm, gəzmişəm. Baby masaja kursunda olmuşam. Oyun qrupalarına, iməkləmə qrupalarına aparmışam onu. Bu familiya sentrumun adı belə necə deyim, adam balası. Sevgi. Adı belə maraqlıdır. Demək idi, mənası oydu. Sevgi görür bağçanı, maraqlıdır çox. Çəkə bilmədim tam, Sevginin dalınca qaça-qaça, amma indi içəri girəsik, çünki bağçada uşaqlar yox idi. Burada incir ağacı görürük, cəmi 2 meyvəsi var üstündə. Belə uzun, oturub havaya ki yaxşı olanda orada yeyirlər. Girən kimi çox maraqlı oyuncaqlar qarşılayır bizi. Canan burada deyir ki, mən də uşaq olmaq istədim. Orada uzanıb kitabları rahat oxumaq üçün pilləkənin altında şərait var idi, döşək var idi. Mebellər, ondan sonra stəkan, qab-qaşıq çox təmiz idi, yerlər təmiz idi. Sevgi. Sevgi burada öz keyfinə baxıb, uzanıb vafilini yeyir. Canan da ona kömək eləyir. Uşaqlar üçün balaca kuxnası var, yemək stolu, cürbəcür dibçəklər. Biraz sonra bura gəldilər Cananın, Sevginin dostları. Sevgi oyuncaqlarını paylaşmaqda çətinlik çəkən uşaqdır. Yəqin ki, bu da onun evin balacası olmağı ilə əlaqəlidir. Ümid edirəm ki, o tezliklə bağçaya başlayanda özünə doldurmasına məşğul oldu. Bölüşməyə öyrənəcək. Yavaş Sevgi. Kızım. Hemen o birisi yemeğe. Onu da şey yiyir. Orada Sevgi, haradasan? Bunlar mütləq zibilləri ayırırlar burada.